Neftçi Yuri Verindub'un gəlişindən sonra artıq 6 oyunda məğlub olmur. Son 3 görüşdə ardıcıl 3 qələbə qazanıb. Neftçi ətrafında ən çox verilən suallardır, Neftçi nə vaxt qayıdır? Bu statistikaya, bu tabloya baxandan sonra Neftçi qayıdır deyə bilərik, İmamet. Şimdi xanımam, mən sənə sual verim. Yuri Verindub Neftçiyə baş məhdəti təyin olunanda xatırlayırsan mənim dediyim sözləri? Kifayət qədər pozitiv fikirlər var idi. Yəni, əslində Samir Abbasovun dönəmində də Neftçi futbol olaraq çox da, belə deyək də, pis futbol nümayiş elətdirirdi deyə bilmərik. Amma o nəticələrə yansımırdı. Amma o dönəmdən fərqli olaraq hal-hazırdakı Neftçidə həm pozitiv futbol var, həm də ki, qazanılan nəticələr, yəni bu klubun azrakeşlərini sevindirir. Bəli. Sözün açığı, mən genə demişdim, bu hələ Verindub'un yığdığı komanda deyil. Yəni, mən Verindubu onda alqışlayıram ki, o gələndən sonra, belə deyək də, qış transfer dövründə demədi ki, mən komandanı dəyişirəm, mənə tutaq ki, bu qədər legioner lazımdır, falan filan. Elə olan komandanı daha da necə inkişaf elətdirə bilərik, onu fikirləşdi və sənə deyim ki, bu günləri, yəni Neftçi komandasında həqiqətən də görülən işlər çox pozitivdir, həm oyun baxımından, həm kənara verilən mesaj baxımından. Yəni demək olar ki, Verindub gələndən gördüyü işlər də göz qabağındadır və bilsən, məsəl üçün, elə verilişə gəlməmişdən qabaq 11 nəfər tanıdığım bir futbol mütəxəssisi var idi, onunla danışırdım. Tutalım ki, biz burada şəhərlər səsləndiririk də, düzdür? Hansısa bir epizodla bağlı, hansısa bir klubla bağlı, məşqçi ilə bağlı, fərq etməz. Biz bu yaxınlarda bir məclisdə bəzi futbol dırnaq arası fanları deyək, mənə yaxınlaşdılar və dedilər ki, verilişimizə baxırıq, daim izləyirik, xahiş edirik ki, filan klubu bəs rəhbərliyindən söz açın, onları tənqid edeyim. Mənə deyirlər. Mən də deyirəm, niyə qardaş? Adamın heç bir argumenti yoxdur. Elə məhz ki, adını çəkim Neftçidən. Deyir, Neftçi rəhbərliyini tənqid edeyim də. Deyirəm, niyə? Heç də deyə bilmir. Yəni, çox böyük bir Azərbaycan, çox uzağa getməyim də, Qara Qarayevin, Allah rəhmət eləsin, yeni atasının yazısında orada Neftçi sevərlər var idi, onlar. Deyirəm, niyə? Heç bir cavab yoxdur. Qardaş, niyə görə tənqid eləyək ki? Adam gəlib komandada hər şey günü-gündən inkişaf eləyir, qələbələr qazanır. Mən Neftçinin son dəfə 3 qələbə arda-arda qazandığın yadıma gəlmir ki, hasan qələbə qazanıb 3 oyun arda-arda. Və ən əsası bilsən nədir? Ən əsası odur ki, məsəl üçün, bundan öncəki mövsümlərdə və yaxud da sezonun əvvəli tutalım ki, çempionatda qalmaq uğrunda və yaxud da Avropa yerləri üçün mübarizə aparan komandalar Neftçi ilə görüşlərə xal kimi baxırdılar. Düzdür? Amma bugün o psixoloji bariyer qırılıb. Artıq Neftçi ilə görüşə çıxan bütün komandalar, outsiderlər bilirlər ki, oyun çox çətin olacaq və o psixoloji durum var, hansı ki, bu Neftçinin tərəfində də artıq. Qarabağ olsun, Sabah olsun, Zirə olsun, digər o çempionluğa oynayan və Avrokuboklara oynayan komandalarda bilirlər ki, bugün əgər Neftçi ilə oyundursa, oyun çox ağır keçəcək. Yəni, Neftçi həqiqətən də, əgər bunu deyiriksə, Neftçi qayıdır. Sözün həqiqi mənasında. Yəni, qardaş, adamlar deyəndə ki, söhbət ümumilikdən gedir də, rəhbərlik öz için görür, yəni, məşqçiyə... Sözünə qüvvət, bax... Yəni, niyə biz qardaş, pisə pis deyirik, yəni, nə mənada? Yaxşı. Əslində, pisə pis, yaxşı demirik. Mən şəxsən öz adıma, yəni, sən də artıq
uzun müddətdir bir-birimizi tanıyırıq. Yəni nə görürüksə biz onu işıqlandırırıq burada. Yoxsa bizim heç kimdən bir maddi nəysə bir estağfurullah kimsə gəlib yəni mənim özümə nəysə bir şey təklif eləsə, mən elə nə lazımdır o adamın özünə də deyərəm. Heç bir problem yoxdur. Mən bilirəm ki, Sport Info ailəsi də elədir. Yəni bizim üçün nəyimizə lazımdır, kim nəyi neyinir, neynəmir. Biz öz gördüyümüzü deyirik. Bugün də bizim gördüyümüz odur ki, Neftçi komandasında əməlli başlı futbol baxımından irəliləyiş var. Yəni biz bunu ne deməyək ki? Razıyam Ahmet. Bütün fikirlərlə həqiqətən razıyam. Tənqid xatirinə tənqid olmur. Neftçinin uğursuz dönəmləri olub. Hazırda da tam olaraq uğurludur demirik, amma müəyyən sıçrayışlar varsa, tuneldə işıq görünürsə, müsbət məqamlar varsa, təbii ki, bunu deməliyik. Məsələn, Samir Abbasovun dönəmində biz Neftçi rəhbərliyin şəxsən mən öz adıma deyirəm. Necə tənqid eləyə bilərəm ki, Samir Abbasov üçün istənilən şərait yaradıldı. Avropanın mərkəzində toplanış keçdi. Heyətin 70-80% yenidən quruldu. Öz istədiyi futbolçular gətirildi. Ötən mövsümün 70-80%, yəni boşa verildi ki, Samir Abbasov öz heyətini qurar, öz komandasını qurar. Bu mövsümün əvvəli şans verildi. Yəni rəhbərlik başqa nə eləyə bilər ki? Biz illərlə dedik ki, filan kəs gənc məşqçidir, filan kəs yerli məşqçidir, filan kəs əcnəbi məşqçidir. Da bütün kriteriyalar yoxlandı. Bu gün də yəni Samir Abbasov komandanı çempion edən məşqçidir, o da gətirildi komandanın başına. Yəni rəhbərlik çıxıb meydana futbol oynamayacaq ki. Yəni rəhbərlik taktiki sxemi qurası deyil ki. Ola bilər hansısa çərçivədə rəhbərliyin də problemləri ola bilər, amma sırf son dövrlərdəki məsələlərdə mənə görə yəni rəhbərliyi günahlandırmaq tam da ədalətli deyil. Məsələn, bu gün Yuri Verindub kimi biri gətirilib, kifayət qədər pozitiv yanaşıram Verindubun atdığı addımlara, verdiyi açıqlamalara, Ahmet, verdiyi qərarlara. Bax, elə bir ortam yaradıb ki, yəni Samir Abbasovda çatmayan məqamlardan biri bu idi ki, Neftçiyə bir rəngarənglik gətiribdir. Neftçi hansısa bəlli 11-lik və ya 13-lükdən ibarət deyil. Bu gün meydanda Emil Səfərovu da görürük, Emil Camalovu da görürük. Məsələn, mən əminəm ki, bəlkə də Verindub olmasaydı, Yevlaxdakı oyunda Vargas zədəli olduğuna görə zədədən qayıtdığı anda yenə start heyətində bəlkə də yer alacaqdı. Amma Verindub Emil Səfərova da güvəndi ki, yəni sənə də güvənirəm. Sən bu komandada nə üçünsən? Çıxmalısan meydana, komandaya kömək etməlisən. Yəni hər oyun Vargas oynamalı deyil ki. Başqa bir misal çəkeyim, üzr istəyirəm. Digər tərəfdən olsun gənc futbolçu, cinah futbolçusu Murad Məmmədov. Məsələn, əminəm ki, bəlkə də əvvəlki Sənan Qurbanovun dönəmində biz gördük də, Sambo cinahda oynadı, Abubakar hücumda oynadı. Amma Abubakar ehtiyatda saxlatdı, Sambonu hücumda oynatdı, cinahda gənc futbolçunu oynatdı. Əsas heyətdə 4 yerli futbolçu oynadı Ahmet. İlk sənə kifayət qədər rahat oynadı komanda, 3-1 qələbə qazandı. Hətta 6-7 real qol fürsətini qaçırdı. Neftçiyə gələndən Vincent Abubakarın bu oyundakı qədər ac olduğunu mən görməmişdim hücumda qol vurmaq üçün. Oyuna sonradan daxildi. 3 dirəyə ora gələcəkdim. 3 epizodda topu dirəyə vurdu. Alışıb yanırdı adam. Vincent Abubakar əslində bu durumda ehtiyatdadır da, düzdür? Bu bir məşqçinin yola salmaq səbəbidir. Yəni nə mənada? Bax, Verindub o qədər gözəl idarə edir ki bu durumu. Bugün heç kim sual vermir ki, Abubakar niyə ehtiyatdadır? Çünki niyə? Abubakarın yerinə oynayan adam qolları sıralayır. Öz işi ilə məşğuldur. Yəni, təsəvvür edin, indi başqa bir məşqçi olsaydı Verindubun yerində, hətta nəticələr yenə də yaxşı olsaydı belə, inandırım sizi, orada o bir qığılcım qapacaqdı. Çünki Abubakar karyerasında bir futbolçunu belə sakit idarə edib, istəyəndə gəl oyna, istəməyəndə otur. Yəni bu asan məsələ deyil. Bu da məşqçinin nüfuzunun və idarə etmə bacarığının yüksək səviyyədə olduğunun göstərgəsidir.